Qaynana yoxsa alma almaya bənzər? Qaynana. Qaynana daha yaxşıdır. Qaynana yoxsa Babək? Babək daha yaxşıdır. Babək yoxsa Həyat bizi sınayır? Həyat bizi sınayır yaxşıdır, amma Babək qədər deyil, Babək. Babək yoxsa Dədə Qorqud? Maraqlıdır, olsun Babək. Dədə Qorqud da yaxşıdır. Babək yoxsa Ömrün səhifələri? Ömrün səhifələri mənə elə gəlir ki, çox gözəldir də. Yəni belə çox sadə. Azərbaycan kinosunda elə filmlər çox azdır, belə çox sadə amma çox gözəl. Ömrün səhifələri. Ömrün səhifələri yoxsa Firəngiz? Ömrün səhifələrindən davam eləyib. Firəngiz də pis deyil amma. Ömrün səhifələri yoxsa Ad günü? Bu da sadə bir filmdir. 2 dənə sadə filmin mübarizəsi. Olsun Ad günü. Ad günü ilə davam eləyək. Ad günü yoxsa Arxadan vurulan zərbə? Dedektiv sevənləri təəssüfləndirəcəm, amma Ad günü daha yaxşıdır. Arxadan vurulan zərbə çox sevilir, amma dedektiv olaraq zəif filmdir. Ad günü yoxsa Bayquş gələndə? Bayquş gələndə az tanınan maraqlı filmlərimizdəndir. Çox belə maraqlı mövzulara toxunur, xüsusilə korrupsiya və sair kimi mövzulara toxunur, amma Ad günü daha yaxşıdır. Ad günü yoxsa Tütək səsi? Tütək səsi daha yaxşıdır. Tütək səsi yoxsa Gün keçdi? Mənim üçün seçim məncə bəllidir. Gün keçdi, mən daha çox sevirəm. Amma bu şəxsi zövqdür təbii ki, kimsə əksini də iddia eləyə bilər. Gün keçdi yoxsa Qatır Məmməd? Təbii ki, Gün keçdi daha yaxşıdır. Gün keçdi yoxsa Axırıncı aşırım? İki yaxşı film üz-üzə gəlir. Axırıncı aşırım janr olaraq da, mövzunu işlənməyə baxımından hər dəfə baxanda insan zövq alır axırıncı aşırımdan. Aktyor oyunu olaraq da hətta. Axırıncı aşırım yoxsa O qızı tapın? O qızı tapın biraz geridə qalan dedektiv filmlərindən, amma yaxşı filmdir o da, amma mən axırıncı aşırımdan davam eləyək deyirəm. Axırıncı aşırım yoxsa Nəsimi? Bu biraz ağır seçim oldu. Nəsimi məncə öz dövrü üçün maraqlı filmdir və obraz olaraq da Azərbaycan təfəkküründə Nəsimini formalaşdırması baxımından çox vacibdir, amma mən axırıncı aşırımla davam edək deyirəm. Axırıncı aşırım yoxsa İstintaq? 2 əjdaha film, çətindir seçim eləmək, amma deyək axırıncı aşırım. Axırıncı aşırım yoxsa 7 oğul istərəm? Bu film həm janr olaraq da oxşardır, həm çəkiliş vaxtları da bir-birinə çox yaxındır, stilistika olaraq oxşardır. Açığı seçim eləməkdə çətinlik çəkirəm. Qoy bu seçimi tamaşaçılarımız eləsin, rəydə yazsınlar ki, onlar hansı filmi seçirlər. Cavablarınızı gözləyəcəm.